Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə Mirzə Ələkbər Sabir haqqında danışacağam. Mirzə Ələkbər Sabir 1862 və 1911-ci illərdə yaşayıb yaratmışdır. Şamaxıda dünyaya gəlib, Hacı Zeynalabdin atası xırda ticarətlə məşğul olub. 8 yaşında atası onu Mollaxana yanına qoyub, Mollaxanaya qoyub. 2 il orada təhsil alıb. 12 yaşında Seyid Əzim Şirvaninin Yeni Üsullu məktəbində təhsilini davam elətdirib. Yeni şagirdinin istedadlı, həssas və diqqətli olduğunu duyur və Seyid Əzim Şirvani ona xüsusi qayğı ilə yanaşır. Ona görə onu məktəbdən ayırır, dükanda işləməyə, atası yəni tacir olmağını istəyir onun və o da ona görə məktəbdən ayırıb dükanda işləməyə məcbur edir. O ticarət işi ilə maraqlanmır. Ələkbər səyahətə çıxır, bir sıra şərq ölkənin həyatı ilə tanış olur. Bu onun dünya görüşündə və yaradıcılığında çox təsir göstərir. Səyahətdəykən atasının ölüm xəbərini eşidir və geri qayıdır. Bir müddət sonra evlənir və böyük bir ailənin yükünü çəkməli olur. O sabun bişirib satmaqla ehtiyaclarını ödəməyə çalışır. 1902-ci il zəlzələsi onun çətinliyini biraz da artırır. 1903-cü ildə Şərqi Rusda çap olunan şeir onu mətbuata bağlayır. 1905-ci ildə Həyat qəzetində daha bir şeiri çap olunur. 1906-cı ildə o da Molla Nəsrəddin jurnalı ilə əməkdaşlıq edib, yeni tipli satiranın meydana gəlməsinə və Mirzə Cəlillə Cəlil Məmmədquluzadənin dostluğa səbəb olur. 1908-ci il imtahan verib Bakı Quberniya Ruhani İdarəsində diplom alır. Şamaxıda Ümid adlı məktəb açdırıb. 1910-cu ildə iş axtarmaq üçün Bakıya gəlir. Bakıda Zəmbur jurnalı, Balaxanı məktəbi, Günəş və Həqiqət qəzetləri əməkdaşlıq edir. Günəş qəzetinin Palanduz adlı həftəlik yürüyüş səhifəsində Çuvalduz, Nizədar imzaları ilə, şeirləri ilə çap olunur. 1911-ci ildə Cəlil Məmmədquluzadənin köməyi ilə Tiflisdə qaraciyər xəstəliyindən müalicə alır. 1911-ci il 12 iyulda Şamaxıda vəfat edir. Qəbri Şamaxıda 7 günbəz qəbirstanlığındadır. Bu onun həyatı haqqında, indi gəlin yaradıcılığına baxaq. Şeir yazmağa çox erkən başlasa da arıcıl yaradıcılığa 19-cu əsrin sonlarından başlamışdır. İlk lirik şeirləri ənənəvi mövzuda və janrlarda yazılmışdır. Janrlar qəzəl, məsnəvi, qitə və rübai. Qəzəllərin mövzusu daha çox məhəbbət mövzuludur. Lirik qəhrəman saf məhəbbətə sevən səmimi aşiqdir. Xahişin tərk edili can idi, mən həm etdim. Söylə ey yar görüm, şimdi nə fərmanım var. Lirik qəhrəman həmçinin eşq üzündən düşdüyü dərdə dərman tapılmamasını arzulayır. Mübtəlayı dərdi eşqə, əl götür məndən təbib, eylə bir tədbir, kim bu dərdə dərman olmasın. Lakin bu dövrlərdən şairdə yaşadığı dövrün eyiblərinə kəskin münasibət yaranıb, lirikası ictimai məzmun daşıyır, o həyatdakı ziddiyyətləri duyan, bununla barışmayan və mübarizə aparan bir insana çevrilir. Molla Nəsrəddin jurnalının nəşri Sabiri daim düşündürən tale yüklü məsələləri ictimai dərdlə dilə gətirmək, insanlara çatdırmaq imkanı yaradır. 1906-1911-ci illərdə çap olunan satiraları ölkə hüdudlarından da kənarda yayılır və müəllifə böyük şöhrət gətirir. Sabir satiralarında zəmanənin eyiblərini, problemlərini göstərir. Xalqın azadlıq və tərəqqisini ürəkdən arzulayır. Bunun üçün yollar arayıb göstərir. Bu satiralarda böyük humanist şairin mövqeyi ilə ifadə olunur. Mövzu baxımından çox zəngindir. Satiraları birləşdirən cəhət onlarda xalqın həyat və taleyinin əks olunmasıdır. Əsas mövzu, yəni baş mövzu nədir? Xalqın həyatı. Satiraların əsasında ya birbaşa ya da dolayısıyla xalq mənafeyinin, hüquq və azadlığının müdafiəsi dayanır. Sabir pisi pis, əyrini əyri, düzü, həmvar yazmağı özünə borc bilir. O pisi elə təsirli qələmə alırdı ki, ona laqeyd qalmaq mümkün deyildi. İki qonşu bir-birinin milləti. Hər ikisi bir peyğəmbər ümməti. Biri kəsir qurban bişirir əti. Bayram edir Xəlilullah eşqinə. O bir də baxır Allah eşqinə. Ölkədə aclıq, səfalət şairi daim düşündürmüş və bu əsərlərin yaranmasına səbəb olmuşdur. Bizə nə? Dilənçi və ağlaşma və aclıq, səfalət. Kəndinin dözülməz həyatının mülkədar bəy zülmü və dözülməz həyatın mülkədar bəy zülmünə bağlı satiralar. Əkinçi səbr elə. Fəhlə həyatına aid, Bakı fəhlələrinə, fəhlə özünü səndə mi bir insan sanırsan, təranəyə əslanə bunlar yazıb. Həmçinin şair satiralarında ifşa edilir müstəmləkəçilik siyasəti, çarizmin milli ucqardakı mürtəci mövqeyi, idarəçilikdə fərsizlik və bunların fəsadları. Hökumətin xalqa zidd siyasətin tənqid olduğu əsərlər varmı? Bəli, var. Hə, de görüm, istiqbalımız lağlağadır.
Dumaya ümid bəsləyənlərə incə kinayə ilə deyirdi: "Sən demədinmi Dumda rəf olur ehtiyacımız? Mən də dedimmi çox yemə, tez pozular məcazımız. Qara buludlar oynaşır, indi nədir əlacımız? Çulğalayır bizi duman, mən deyən oldu, olmadı." Və ölkənin inkişafdan qaldığını, geriliyin, ətalətin, mövhumatın, cəhalətin tərəqqiyə desək, tərəqqiyə mane olduğunu, gənc nəslin elmdən, təhsildən uzaq düşdüyünü qeyd etdiyi satiralar dindirir əsir bizi, millət şərqisi, oxutmuram əl çəkin, uşaqdır, bəxtəvər şeylərində rast gəlmək olar. Deyir, seyr etməyə fəzanı icad olub balonlar. Bir yandan avtomobillər, digər tərəfdən vaqonlar, hər ixtiraya dair təsis olur salonlar. Vallah bunlar azıblar, başdan ayağa millət, indi biraz da dincəl, baş qoy yatağa millət. Sabirin satir hədəfləri fanatizmin törətdiyi bəlalar, qadın əsarəti, milli mətbuata əngəl, öz dilində danışdırılır, öz-özünü ifşa edir. Bundan başqa uşaq şeirləri də yazıbmı? Bəli, yazıb. Məktəb şagirdlərinin töhfə, uşaq və buz, yaz günləri. Tərcümə əsərləri Şahnamədən, yəni Firdovsidən parçalar, təmsili Hörümçək və İpək qurdu, mənzum hekayəsi varmı? Var. Molla Nəsrəddin və Oğru, hamısını tapa bilirəm, birini tapa bilmirəm, felyetonu, məqaləsi və mətbuat. Satiranın tez-tez etdiyi müraciətlər dialoq, sual-cavab və dəyişmə şəklindədir. Sabir məcazlardan istifadə edib və Sabirin şeirləri hansı vəzindədir? Əruz vəznindədir. Deməli, ilkin olaraq biz əkinçiyə başlayırıq. Nəzmdir, bəndlərindəndir, beşlik şəklindədir. AA, BBA, CCAA, yəni rədif əkinçidir, bəndlərin sayı 7-dir, mövzu mülkədar kəndi münasibətləridir. 1907-ci ildə Molla Nəsrəddin jurnalında janr satiradır. Tənqid edəbi mülkədar, tipi öz dilini özünü ifşa, əsərdəki iki obraz var, mülkədar və kəndli. Əsər verilir kimin dilindən? Mülkədarın dilindən. Əsərdə mülkədar öz dili ilə özünü ifşa edən, deməli, öz dili ilə özünü ifşa edən satira ateşindən obrazdır. Əsər onun əkinçiyə müraciət ilə başlanılır və bitir. Kiminə? Əkinçiyə. O hiddətlənib, səbəb əkinçinin borcunu verə bilməməsi, ahnalı etməsidir. Mülkədar öz həyatı ilə əkinçinin həyatını müqayisə edir, əkinçini insan hesab eləmir, heyvana tay tutur. Digər obraz əkinçidir, danışmır. Mülkədarın danışığından necə obraz olduğu bilinir, mütidir, mübarizə aparmır, danışmır, haqqını tələb eləmir, mülkədar borcunu ödəyə bilmir, əruz vəznindədir, həzəc bəhrindədir. Demək, yadımızda qalsın, əruz vəznində və həzəc bəhrində. Məzlumluq edib başlama fəryadə əkinçi, qoyma özünü tülkülüyə, adə əkinçi. Yəni, özünü yazılığa vurub yalana fəryad eləmə, özünü tülkülüyə qoyma əkinçi. Bir üzr ilə hər gün gəlib durma qapımda, yalvarma mənə, boynunu kəc vurma qapımda, gahi başına, gah döşünə vurma qapımda, ləğv olma, ədəb gözlə bu məvadə əkinçi, lal ol abalan, başlama fəryadə əkinçi. Yəni, hər gün bir bəhanə ilə gəlib qapımda durma, boynunu vurub mənə yalvarma. Yalandan gah başına, gah sinənə vurma, ədəbini gözlə, lal ol, yəni səsini kəs, danışma, yalandan fəryad eləmə, başlamaya, yəni fəryad etməyə başlama əkinçi. Xoş keçmədi il çöllüyə, dehqana nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə, bostanə, nə borcum? Getdi mənə nə fələliyin badə əkinçi, lağ-lağ danışır, başlama fəryadə əkinçi. Yəni, əkinçilik üçün, çölçülük üçün bu il yaxşı keçmədi, yağış yağmadı, əkdiyin toxumun bir dənəsi də bitmədi, qara yel əsdi, çəltiyini, bostanı məhv elədi. Bunlar mənim borcuma deyil, sənin əməyin, fəhliliyin puç oldu, mənə nə? Boş-boş, yəni lağ-lağ danışıb, fəryad eyləmə. Aldı dolu əldən səhər samanını neylim? Ya inki çəyirtkə gedib bostanını neylim? Verdin keçən il borcuna yorğanını neylim? Ol indi palas satmağa amadə əkinçi, lal ol abalan, başlama fəryadə əkinçi. Yəni, dolu yağdı, işinin nizamını pozdu, yaxud çəyirtkəyə bostanını yedi, keçən borcunu yorğanına verdin, mən neydim, bundan mənə nə? Get indi də palasını satmağa hazırlaş, lal ol, səsini kəs, danışma, yalandan fəryad etmə əkinçi. Söz açma mənə çox çalışıb az yeməyindən, canın be cəhənnəm ki, ölürsən deməyindən, mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən.
çəltik də gətir, arpa da, buğda da əkinci, yoxsa soyaram lap dərini, a da əkinci. Yəni çox çalışırsan, az yeyirsən, bundan mənə danışma. Ölürəm deyirsən, canın cəhənnəmə, mən gözləyə bilmərəm. Gözünün bəbəyindən buğda çıxar ver, çəltik də, arpa da, buğda da gətir, yoxsa dərini soyaram əkinci. Sən hey de yoxumdur, çıxarıb canını allam. Vallahi ovub dedi giryanını allam. Şallağa tutub peykər üryanını allam. Öz halını sal indi özün yada əkinci. Lağlaq danışıb başlama fəryada əkinci. Yəni hey yoxumdur demə, canını çıxardıb alaram. Vallahi ağlar gözlərini ovub alaram. Çılpaq bədənini şallaqla döyüb alaram. İndi özüm öz halını yadına sal, təsəvvür elə. Boş-boş danışıb fəryad etməyə başlama əkinci. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Su olmasa qışda əridib qarı yeyərsən. Daşdan yumuşaq zəhri nədir, marı yeyərsən. Öyrəşməmisən ət yağa dünyada əkinçi. Heyvan kimi öyrən eləmisən sadə əkinçi. Baxın, burada əsas məsələlər buradadır. Deyirsən cütçü adamsan, buğdanı mənə ver, özün darı yeyərsən. Su tapmasan qışda qarı əridib yeyərsən. Daşdan yumuşaq nədir? Zəhir, ilandır, onu yeyərsən. Onsuz da sən ət yağ görməyə öyrəşməmisən. Heyvan kimi sadə ömür eyləmisən əkinçi. Lakin mənim insanlıq olub vəzimədarım, bəyzadəyəm asayişədir cümlə qərarım. Meysiz, məzəsiz bitməz olur şamı nəharım. Özünü tərifləyir, mən belə yaşayıram. İşte belədir haləti bəyzadə əkinçi. Bəyzadələrin rəsmi budur, adə əkinçi. Lakin mənim həyatım, yəni dolanacağım əzəldən insan kimi olub, insan kimi yaşamışam. Mən bəyəm. Bütün həyatım, hər günüm əsayişlə olmalıdır. Gün ortağı, axşam yeməyi meysiz, məzəsiz ola bilməz. Bəyzadələrin halı, vəziyyəti belədir. Yəni bəylərin vəziyyətini göstərir. Necəyik biz? Bəyzadələr dədə-babada yəni rəsmən belə yaşamalıdır. Ay əkinçi. Yəni bunu çatdırmağa çalışır insanlara. Və burada gördüyümüz kimi özünü ifşa eləyir, öz vəziyyətini ki, necə olmağı və s. və əlaxır. Neylərdin ilahi? Nəzmləndir, beytləndir, ikilikdir. A, B, A, C, A, D, A. Neylərdin ilahi? Rədifdir burada. Beyt sayı 11, 4 amma dəstlikdə 11-dir. İnsan təbiətindəki ətalətin, cəhalətin tənqidi, cəmiyyətdəki haqsızlıqlara qarşı etiraz satiradır. 6 yanvar 1908-ci ildə Molla Nəsrəddin jurnalında çap olunub. Lirik qəhrəman müəllifi sarsadan səbəb insan həyatının laqeydliyidir. Hiddətləndirən məqam insan taleyi ilə amansız rəftardır. Ondan sonra insanı müəllifi vadar edir, daha kəskin ifşaçı əsərlər yazmağa vadar eləyir. Sabir bu şeirdə bəşəri dəyərlərin qoruyucusu kimi çıxış edir, insanlığın taleyindən narahatlığını dilə gətirir, məzlumların haqqının müdafiəçisi kimi çıxış edir. Bədii keyfiyyəti o mükəmməldir və s. və axır. Əruz vəzni bu da həzəc bəhrindədir. Daş qəlbli insanları neylərdin ilahi? Bizdə bu soyuqqanları neylərdin ilahi? Yəni ürəyi daş kimi olan insanları nədən yaratdın ilahi? Hər şeyə qarşı belə soyuqqan olan qanları bizdə nədən yaratdın ilahi? Artdıqca həyasız olur elm mütəhəmmil. Hər zülmə dözən canlıları neylərdin ilahi? Zalimların həyasızlığı artdıqca məzlumların da dözümü artır. Hər zülmə dözən bu canlıları nədən yaratdın ilahi? Bir dövrdə kim südqü səfa qalmayacaqmış, bilməm belə dövranları neylərdin ilahi. Bir dövrdə ki sədaqət, nə də yaxşı yaşamaq olmayacaq, bu dövranlar, bu cür dövranları nədən yaratdın ilahi. Məzlumların göz yaşı dərya olacaqmış, dəryaları, ümmanları neylərdin ilahi. Yəni məzlumların göz yaşlarından dəryalar yaranacaqsa, dəryaları, ümmanları niyə yaratdın ilahi. Səyyad-ı cəfakərdə rəhm olmayacaqmış, ahuləri, ceyranları neylərdin ilahi. İnsafsız ovçularda yəni rəhm qalmayacaqsa, ahuları, ceyranları niyə yaratdın ilahi. Bağın, əkininin xeyrinə bəylər görəcəkmiş. Burada da bəyə toxunur. Toxum əkməyə dehqanları neylərdin ilahi. Yəni bağların, əkinlərin xeyrinə bəylər görəcəksə, toxum əkməkdən ötürü yazıq kəndliləri niyə yaratdın ilahi. İş rəncbərin, güc öküzün, yer özününkü, bəyzadələri, xanları neylərdin ilahi. Yəni işi görən kəndli, gücü verən öküz, yer də sənindirsə, bəs bu bəyləri, xanları nədən yaratdın ilahi. Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət,
dildadə irfanları neylərdin ilahi? Əgər bütün aləmdə cəhalət hökm edəcəkdisə, bəs bu savadlı, elmli adamları nədən yaratdın ilahi? Surtuqlu müsəlmanlar təfkirə qoyan bu döşlüklü müsəlmanları neylərdin ilahi? Yəni mədəni geyinmiş surtuqlu, qalstuklu müsəlmanları kafir edən bu döşlüklü müsəlmanları niyə yaratdın ilahi? Yaxud bunların bunca nüfuzu olacaqmış 5-3 bu sıxandanları neylərdin ilahi? Söz ustaları. Yəni bu və ya bunların ki bu qədər el arası nüfuz olacaqdırsa 5-3 nəfər bu söz ustaları niyə yaratdın ilahi? Qeyrətli danosbazlarımız iş bacarırkən tənbəl dəli şeytanları neylərdin ilahi? Deyir ki, yəni qeyrətli danosbazlar, yəni xəbərçilər hökumətə gizli xəbər verən adamlar yaxşı iş bacarırlarsa, yəni dırnaq içində deyir də bunu, bir dırnaq içində kinayə ilə bu tənbəl dəli şeytanları neylərdin ilahi? Mirzə Ələkbər Sabir haqqında da bu qədər. İnşallah növbəti dərsdə görüşmək ümidi ilə.